Bu dəfəki vloqumu ilk başdan Bookshopdakı kitablarla birlikdə açılış edirəm. Gördüyünüz kimi mən yazıcı Wolf Thorne'u çox bəyənirəm. Ona görə də kitablarını sizə göstərdim. Ardından öz yaxınımla birlikdə övladlarımızı kinoya apardıq. Sevinç Mala. İkinci gün olduğuna görə ikinci günlər Sevinç Malda, ümumiyyətlə deyəsən bütün sinemalarda biletlərin qiyməti 5 AZN-dir. Popcorn götürdük. Popcornların da qiyməti böyüklər 5 manat idi. Balaca olan popcornlar isə 4 manat idi. Multfilmə gəldikdə multfilmi çox bəyəndim. Mən bu multfilmin birinci hissəsinə ortaya qədər baxmışam, axıra qədər baxmamışam. Amma belə bildiyimə görə çox sevilən və populyar multiklərdən, cizgi filmlərdən biridir. Ona görə də övladlarımızla birlikdə sevərək ailəvi izlədik. Bu isə artıq ikinci hissədir. İkinci hissədə axşam tərəfi yenə də vlog çəkmək istədim. Dedim biraz da belə dekabr ayından xatirəli bir vloqlarım olsun. Çünki dekabrda elə çox vloqlar çəkmədim. Cəmi 2 dəfə vloq çəkmişəm dekabrın əvvəli. Bu isə 3-cü vloqum dekabr ayı üzrə. Neysə, qabları yuya da biraz dedim söhbətləşək. Neysə, bir sözün artıq bir ildir ki, mənim bu YouTube kanalım fəaliyyət göstərir. Keçən illəri dekabrda yadıma gəlir ki, bir 4-5 dənə vloqlar çəkmişdim və aşağıdan linklərini qoyacağım. McDonald'sda Friends, düzdür deyə bilmirəm mən ingilis dilində. Ola bilər ki, məsəl üçün səhv ola bilər. Ona görə tam da məlumat vermək istəmirəm adı barədə, amma gördüyünüz kimi adını da görürsünüz. Mən əvvəllər bunun kinosuna baxmışdım. Dostlar deməkdir. Amma türk dilində izləmişdim. Nəysə, bir sözlə mən bu seti alanda setin içərisinə oyuncağı çıxmışdı. Oyuncağını da göstərəcəm. Bunu isə mən tətbiqini yükləmişdim McDonald'sda. McDonald's tətbiq yüklədiyimə görə bonuslarım yığılmışdı. Bonuslarım 1500'ə çatdığına görə özümə belə bir fincan götürdüm. Və fincanı çox bəyəndim. Hal-hazırda fincanda özümə istəyirəm qəşəng kofe düzəldim. Südüm yox idi. Südüm olmayanda belə bir quru süddən istifadə edirəm. Bunu yanvarda yoldaşım Dubaya gedəndə Dubaydan əldə etmişdim. Əslində mən belə bir kofe südlərin tərəfdarı deyiləm. Çünki dadı elə də çox xoşuma gəlmir. Amma əvvəllər istifadə eləmişdim. Lap ilk əvvəllər istifadə elədə çox bəyənmişdim. Amma son vaxtlar elə də istifadə etmirəm. Yalnız son moment əgər ürəyimdən kofe keçirsə və evdə südüm yoxdursa, o zaman bu quru süddən istifadə edirəm. Kofeyə gəldikdə isə kofem artıq bitmək üzrə idi. Kofem o qədər çox böyük qabda idi ki, bankada idi ki və artıq dibinə gəlib çatdığına görə mən də evdə balaca şok yumruq ki, bankaya əlavə eləmişdim. Şəkər belə də sevməsəm də, amma kofeni məsələn acı içə bilmirəm. Ona görə də 3-4 qaşıq hardasa şəkər əlavə etdim. Quru süd əlavə eləyəndə gərək su elə qaynar olsun ki, quru südü sırazı yəni toz halına gətirsin ki, qarışdıranda diri-diri qalmasın içərisinə. Ona görə də çaynika ilə qaynadan kimi də üzərinə əlavə etdim. Və paltarlarımı da burada qoyuram yuyulmağa. Və 20 dəqiqə vaxtım var. Bu 20 dəqiqə ərzində əslində düşünürüm gedib kitab oxuyacağım. Amma kitabı oxumaqdan əvvəl düşündüm biraz yolkamı sizlərlə bölüşüm. Və bu da Bravo'dan Mistik Qəhrəmanlar. Mistiklərimiz artıq tamamlanıb, amma burada tam da göstərməmişəm. Amma hal-hazırda artıq tamamlanıb. Bu videolarım çoxdankı olduğuna görə çox güman ki, növbəti vloqda tamamlanmış versiyanı sizlərlə bölüşərəm və düşünürəm ki, gələn dəfəki vloqumda belə yarım vloq olmaz və daha ətraflı, daha geniş məlumat verirəm. Bu isə ikinci təkrar mistiklərdir. Bunu isə qızım artıq yığır. Qızımın da artıq 5 dənəsi mövcuddur. Burada isə 2 dənə idi. Və qızımın polkasını o qədər sevirəm ki, o qədər şirindir ki, özü kimi. Hər şey o qədər akuratlı, detalına qədər qoyur. Hal-hazırda
Asya Lavrinoviçin kitabını mütaliə edirəm. Kitab çox maraqlıdır, rus dilindədir. Mən rus dilim orta olsa da demək olar ki, çox bəyənirəm və bu kitabı tezəlicə bitirmişəm. Uwe adlı kişi. Bu kitabı da çox bəyəndim həqiqətən də. Filmi də hətta mövcuddur. Mən sadəcə izləməmişəm. Amma kitabı oxuduğuma görə ssenarini o qədər beynimdə gözəl qurmuşdum. Yəni çox bəyənmişdim. Bu isə keçən il dekabrında mütaliə etmişdim. Ən uzun Noel. O da maraqlı idi. Amma yenidən qismət olsa mütaliə etməyi çox istəyərəm. Amma hal-hazırda kitablarım da çoxdur. Rövşən Abdullaoğlu'nun kitabları və burada qanundur. Yuxarıdakılar da qanun nəşriyyatına aiddir. Burada rus dilində kitablarımdır. Bu isə Çingiz Abdullayev və aşağıda da Teaspressin kitablarıdır. Və indi isə biraz kitabı mütaliəyə başlayayım və görək necə olur. Kofemi də gətirim özümlə birlikdə. Və bunu da Neftçilərdə Rebus'dan almışdım. Şamı da istəyirəm yandırım. Daha romantik olsun. Çünki o zaman gözəl görsənir. Tarixi də mütləq qoyun. Təqvimi daha doğrusu. Və başlayayım yavaş-yavaş kitabımı mütaliə etməyə. Başım etmişdim. İstəmirəm maraqlı bir şey koyum. Bir də maraqlıdır. Geçen yemeği geçsin, ben daha kitabı mütaliə edeyim. Bunu seçelim. Biraz keçdi, ardından övladlarımla birlikdə Stranger'in səhv eləmirəmsə 3-cü sezonunu başladıq izləməyə. Hal-hazırda elə 3-cü sezondayıq, amma belə 5 sezondur. Скажите мне, зачем крысам есть удобрение бедной старушки? Это точно они? Может, они просто прогрызли мешок, ведь есть удобрение, это... Безумие, поверь, я знаю, милая. Но с этими крысами что-то не так. А что конкретно с ними не так? Думаю, это бешенство. И тогда я сказала себе, Дорис, надо звонить. Burada isə Passaj 1901'ə getmişdik. Rəfiqələrimlə yarmarka var idi. Hal-hazırda da bildiyimə görə 6 bazar yarmarka fəaliyyət göstərir. Passajdakı yarmarkadan çıxdıqdan sonra isə Soyuq əllər isti ürək yarmarkasına yollandıq. Bu ildə də çox gözəl bəzəmişdilər. Çox bəyəndim. Fərqli idi. Əslən fərqli deyəndə ki, daha başqa dekorlardan istifadə etmişdilər. Belə baxanda şabalıqdır, kartoşkadır. Hamısı demək olar ki, eyni yeməklər idi. Bu illəri xırda-xırtın qiyməti 4 manata qalxmışdı. Vaxt var idi 2 manata idi. Və buradan da biraz üstdən çəkdim. İstirdim heç kəs düşməsin, amma yenə də oradan-buradan bəzi insanlar düşürdü. Burger Bakunun da bu ilki performansı da çox bəyəndim. Keçən ildə çox maraqlı idi. Burada da 14 dekabrda Asya Lavrinoviç Bakıya gəlmişdi. Kristinala. Mən də severək gedib 2 kitabımı imzalatdırdım. И вторую также, да? Və oradan yollanarkən də biraz yolda çəkiliş etdim. Asya Lavrinoviç'i çox bəyəndim. Hal-hazırda bir kitabını mütaliə edirəm. Cihazı tərzini, qələmini çox bəyənirəm. İkinci kitabını da inşallah bitirəndən sonra onu da davamlı istəyirəm bitirim. Çünki o da qışa aiddir. Sonra isə əgər yenə Bakıya gəlsə, çox istəyirəm Bakıya gəlməyi. Çünki çoxlu kitabları var. O kitablarını hər dəfə Bakıya gəldikcə 2 dənəyə 3 dənə alıb, görüşüb, imzalatdırıb mütaliə etməyi çox istəyirəm. Bu da növbəti günün səhəri idi. Bizim öz parkımızda hakimiyyətinin belə bir yolkası qurulmuşdu. Çox sevdim. Ayağa belə dəftər aldım 2 manata. Yeməyə çox sərf edirdi. Belə maxita gətirdim. Xoşuma gəldi.
Gətir video çəkimdə. Marketdən əlavə 2 ədəd kindir götürdüm. Biri belə mişqalı idi. Yenidən satışa çıxmışdı. Biri də belə pələng seriyasından idi. Heyvan seriyası. Və axşamüstü övladlarımızla bir yerdə ailəvi aeroportdakı McDonald's yollandıq. Ümumiyyətlə McDonald's çox gedirik, amma aeroportdakı McDonald's çox getməmişdik. İlk dəfə idi ki, düşündük ki, hələ yaxın ora gedək. Çünki aeroport bizə daha yaxındır. Belə götürsə elə də çox hər yerdə McDonald's olmamışam. Bizə yaxın yerlərdə olmuşam, amma əslən çox istəyirəm bütün McDonald'slarda olmağı. Və yavaş-yavaş artıq çatırıq. Aeroportdakı yolka üçün çox ürəyim getdi. Keçən il qismət olmamışdı getməyə. Bu illəri gedib yaxından görmək nəsib oldu. Və artıq McDonald'sdakı Happy Meal seriyasından olan oyuncaqlarımızı sifariş vermişik. Və gördüyünüz kimi oyuncaqlarımız bu oldu. Bizdə bir dənə də panda var evdə. Və mən bu tovuz quşunu çox bəyəndim. Və bu da bizim aeroportun içindəki yolkadan olan xatirəmiz. Və bununla belə vloqum sonlanır.